Deyirlər ki, rus язык запрещает Baku. A, кто запрещает? Bu alçaqlar rus dilində hamı sərbəst danışır. Yəni rus e, demək olar ki, düşman dilidir, amma beynəlxalq dili də bu общительный dildir də. O yazık для общения indi o imperiyadan qalıb bütün dövlətlər, ölkələr, xalqlar, yəni indi rus dilini istifadə edirlər. Amma o demək deyil ki, rus dili ikinci dövlət olmalıdır bizdə. Ruslar, qardaş, Rus bizə neyniyib ki, hələ bir onun dilini də biz danışmalıyıq məcburi. Niyə bizə Rus dilini istəyirlər belə yeritsinlər? Mən özüm İrəvanda erməni məktəbi oxumuşam da, 5 dənə erməni məktəbində, yox, bağışla, 4 dənə erməni məktəbində oxumuşam. Rus sektorunda və Rus mahnıları ilə böyümüşəm, İngilis mahnıları ilə və həzz almışam Rus mahnısından və ingilisdən. Yəni elə Azərbaycan mahnılarını xoşlayıram. Adam necə olar sevməyə. Amma mən onları həmişə eşidirdim. Hamı deyirdi ki, bu necə olur, sən Türk üçün az qalırsan dünyanı dağıdasan, Azərbaycan üçün dünyanı dağıdırsan belə elə. Qardaş, mən ruhum Türk ruhudur, Azərbaycanın ruhudur. Rus dilində danışıram, amma Rusun anasını da ağladaram, erməni də, onda bunu da yanına olsun, İngilisin də. İngilis mənim qabağımda danışa bilməz, danışa da bilməyib, hələ çox şey hələ məndən öyrənir, yeri gəlsə, başqa ölkələrdə olanda. Yəni, indi düz deyil, siz deyirsiniz ki, İngilis belə elə, qardaş, İngilisi mən yaxşı bilirəm, düz deyil, icad eləyir, raket icad eləyir, alim belə elə, yəni, yaşayışları, onları mən yaxşı bilirəm, amma İngilis mənim qabağımda danışa bilməz, nə fransız, nə də. İndi qulaq asın, yaxşı, o Rus ki, dilini ki, burada bir nəfər var, mən yenə deyirəm də, Rus mahnıları üçün ölürəm, sevirəm, yaşayıram onu. İngilis mahnıları ümumiyyətlə, indi bir-bir adlarını çəkməyəcəm. Mən James Brown'la böyüyənəm də, James Brown, Deep Purple, bunların demək olar ki, Rolling Stones, belənki mən qrupa mahnılarla böyümüşəm və demirəm ki, Pugaçova var, bir o mahnısını adam işlənir. Yəni, indi başqa. Ümumiyyətlə, amma düşmandırlar. İndi düşmandırlar, indi mən mahnını sevirəmsə, o deməkdir ki, mən onlara xidmət eləməliyəm, ya onların sözü ilə oturub durmalıyam və onlara müdafiə edəm. Xeyr, mahnını sevirəm, mahnı öz yerə, amma özləri bilirlər ki, bu Salaov var da, Eldar Salaov, rejissor, ay Gombu. Ты хочешь сказать, что ты русскоязычный, в Москве закончил и так далее, прочее, да, başa düşdük. Tapsan. İmperiya devri olub, hamı oxuyub, Özbək də oxuyub, Moldovan da, Ukrayna da, Gürcü də, Özbəyi də, Qazaxı da, hamı Moskvada oxuyublar, general da olub, katib də olubdur, burada nə var? İmperiya olub da, faşist ölkəsi olub, işğal edibdir, hamı da indi oxuyubdur, yəni məcbur qalıb. O demək deyil ki, Rus dili üstün olmalıdır Azərbaycanda və qadağa yoxdur, danışmır. Amma Eldar Salaov istəyir ki, Azərbaycanda ikinci dövlət dili kimi olsun. Gombul, eşit gör, qulaq as. Özünü qoymaqla, aliməm, rejissoram, nə bilim belə. Bildin, Rus dili kim istəyir danışsa məcbur deyil. Moskvada yaşamaq istəyir, ged yaşa yine. Moskvada Azərbaycan dili var, bir şey yoxdur. Bu işğalçı millətdir. Bunları biz sevə bilmərik. Görün, 43-cü il, 44-cü il Ruslar Qaraçay türklərini sürgün, Azərbaycan türklərini sürgün. Bu Salayeva göstərirəm, yaxşı bax. 20-ci illərdə Salayev, bax gör, nə iniblər. 20-ci illər, 30-cu illər, 18, Türkistanın başına nələr gəlib, Azərbaycanın başına. Azərbaycan
Türk xalqının deportasiya İrəvandan yadınızdadır 47-də, 20-ci ildə Azərbaycan torpağında Ermənistan yaratdılar. Ha, Salayev. Onu sən deməli dəstək olursan. Orta Asiyada 15 milyon Türk başı kəsibləri Stalinin vaxtında 30 ildə Türklərin Qafqazda, Orta Asiyada 15 milyon Türk məhv eləyib. Ümumiyyətlə Stalin bütün SSR xalqları bu bandit. Stalin hardasa 30 milyondan çox SSR xalqlarını hamısını məhv eləyilmişdir. Turanı bilirsiniz ki, dağıdıb. İndi sən deyirsən ki, Salayev, bunlara biz dəstək olmalıyıq. Gəlib sənin nənəyi, babayı başını kəsib. Müslüman Türk xanımlarının o yaylıqlarının başlarından açılmışlar, üzlərini açılmışlar, başlarına nə un gətirib. Ona sən deyirsən Rus dili, alçaq. Gombul, mən sənə demirəm, yeri gəlsə sən məhkəməyə verməlidirlər və aparıb bir 10 il oturdurarlar orada, həm də yaxşı çəkin düşər. Bir 10 il iş verərdilər, ağlın başına gələrdi. Rusları, düşmanları, işğalçının dilini biz danışırıqsa, o deməkdir ki, kimsə dursun desin ki, запрещает, могут запретить. Ona görə bugün bizim ölkəni dağıdırlar. Ukraynanı dağıdır. 350 min Ukrayna uşağı öldürüb. 60 min Çeçen uşağı öldürüb Putin. Ümumiyyətlə, Pyotrun vaxtından milyonlarla Türklərin başını kəsiblər. Ermənilərlə bir yerdə. Siz ona görə deyirsiniz ki, Ruslara desək, ay kişi, Azərbaycanı, ay Salav, ay səni məhkəmə yoxum, mən bilməm nə etməlilər. Necə yəni bu Azərbaycanı Ruslar götürüb, Farsları gətirib hakimiyyətə İranda, Ermənistan yaradıb Azərbaycanda, Erməni dövləti yaradıb Azərbaycanda, Dağıstan, Dərbəndi götürübdür. Bunu Putin deyil. Azərbaycanı 4 yerə bölmüşük, dağıtmışıq. Və Gürcüstana vermişik, Gürcüstan yaradılıb Azərbaycan torpağında. Bunu etiraf Ruslar eləyirlər. Bu necə olur? Belə bandit, işğalçı millətin hələ dilini danışırıq, onlar bir sağ desin. Onlar bizə irad tutmamalıdırlar. Ruslar bugün deməlidirlər ki, da, вы можете не говорить, мы не обидимся. Ruslar gələ yalvara ki, Salahov, eşidirsən? Gombul. Mən səni təhqir eləmirəm, ümumiyyətlə deyiləm, əl çəkkinə. Onlar sənə yalvarsın ki, sən Rus dili danışasan. Ruslar, biz onsuz da danışırıq. Danışırıq. Amma bizə irad tuturlarsa, qardaş, bu bandit necə irad tutur? Bu adam ölkəmi dağıdıbdır. Biz onları gedib Rus faşizmi, 20-ci ildə Rus faşizmi gəlir, 41-də gedirik Rus faşizmi, xilas edirik, Alman faşizmindən xilas edirik. Qardaş, sağ ol demədilər. Türklər, Qazaq türklər 1812-ci ildə İrəvan qalasının üstündə döyüş gedir, Ruslar Türkləri öldürür. Bizim Qazaq türklər Napoleonu məhv edir. Rusu xilas edir. Görün nələr baş verir. Qazaq türkləri bilməyib ki, Azərbaycan türklərini İrəvanda öldürürlər. Qalanın üstündə düşür. Bunlar Napoleondan xilas edirlər Rusları. Və sağ ol demir Rus. Türkiyə, Osman türkü 1600-də Polyak soyqırımdan xilas edir Rusları. Sağ ol deyib Rus yox. 41-də Azərbaycan, Bakı olmasaydı bunu kimlər ta demir, ay kişi, Marshal Jukov deyir, bax. Qardaş, bunu Marshal Jukov sonra kimlərdir? Yaxşı.